Yaxın qohum çarpazlaşma. Yaxın qohum çarpazlaşma bilirik ki, bu inbreeding adlanırdı və burada depressiya üzə çıxırdı. Bir faydası var idi. Yaranan əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə qohum çarpazlaşma tətbiq olunurdu. Burada verib homozigotluğun azalmasına səbəb olur. Yəni bu deyil. Təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmləndirilməsi, bəli bu düzdür. Heyvanlar aləmi nümayəndələrinə tətbiq olunmur, xeyr olunurdu. Müxtəlif növlərə aid olan canlılar deyir. Müxtəlif növlərə aid olan deyirsə, bu uzaq hibridləşməyə gedir. Heterozigotluğun artmasına səbəb olur, xeyr, bu da homozigotluq olur. Yaxın qohum çarpazlaşmanın bir faydası vardı. Yəni burada depressiya üzə çıxır, inbreeding adlanır, homozigotlar yaranır. Amma bir faydası odur ki, var olan yaxşı əlamətimizi möhkəmlədib saxlatmaq istəyiriksə, onda bu qohum çarpazlaşmadan istifadə edirik.